Gecikən aybaşı əslində hansı xəstəliyin siqnalıdır? Bəzən aybaşı gecikməsi sadəcə stressdən, yuxusuzluqdan və ya gündəlik həyatda baş verən kiçik dəyişikliklərdən qaynaqlanır kimi görünür. Amma əslində bədəniniz sizə çox daha dərin bir şey xəbər vermək istəyir. Bu, hormon balansının pozulduğunun göstəricisi ola bilər və yalnız menstrual dövrünüzü deyil, həm də enerjinizi, əhvalınızı, hətta çəkinizə təsir edə bilər. Tiroid və adrenal vəzlər düzgün işləmədikdə bədəninizdəki enerji axını dəyişir, yorğunluq və səbirliyi artır. Bəzən gecikmə polikistik yumurtalıq sindromu kimi hormon pozuntularının əlaməti ola bilər. Bu da uzun müddətdə sağlamlığınıza təsir edir. İnsulin səviyyəsinin dalğalanması, stress hormonlarının çoxluğu və digər hormon balansızlıqları bəzən aybaşı dövrlərini qarışdırır və sizin gündəlik həyatınızı çətinləşdirir. Bədəniniz sizə deyir ki, diqqət yetirin və hormon balansınızı yoxlayın. Endokrinoloqla vaxtında görüşmək simptomların səbəbini anlamağa, bədəninizin nə üçün belə reaksiya verdiyini öyrənməyə və sağlam hormon balansını bərpa etməyə kömək edir.